Gününüz xeyirli olsun uşaqlar. 8-ci sinif şagirdləri üçün kiçik sumatı qiymətləndirmə 5-in versiya suallarına baxmış olacağıq. Birinci sualda deyilir, cismin enerjisi udmaqdan çox şüalandırırsa, onun daxili enerjisi və temperaturu necə dəyişər? Daxili enerjisi əgər şüalandırırsa, əlbəttə ki, azalacaq və temperaturu da azalacaq. Yəni, hər ikisi azalacaq. Hər ikisi azalacaq da doğru variant, bax, B variantındadır. Temperatur 20 Selsi birinci cisim və 65 Selsi olan ikinci cisim iki cisim arasında istilik mübadiləsi nəticəsində bu cisimlərin daxili enerjisi necə dəyişər? Yəni deyir ki, temperaturu 20 Selsi olan bir cisimlə temperaturu 65 Selsi olan digər cisim istilik mübadiləsi aparır. Yəni biri 20, digəri də 65. Əlbəttə ki, biz bilirik ki, hər zaman istilik isti cisimdən soyuq cisimə doğru ötürülür. Əks hal mümkün deyil. O baxımdan ikinci cismin əlbəttə ki, temperaturu azalacaq. Temperaturu azaldığına görə daxili enerjisi azalacaq. Amma birinci cisim qızdığı üçün temperaturu artacaq. Temperaturu artdığına görə daxili enerjisi azalacaq, artacaq. Yəni birinci cismin daxili enerjisi artacaq, ikinci cismin daxili enerjisi azalacaq. Bu da doğru cavab Y variantındadır. Yəni birincisinin daxili enerjisi artdı, çünki qızdı. İkincisinin daxili enerjisi azaldı, çünki soyudu. Üçüncü sual, hansı fiziki kəmiyyətin dəyişməsi cismin daxili enerjisinin dəyişməsinə səbəb ola bilər? Əlbəttə ki, temperaturun dəyişməsi. D variantı. Növbəti suallara da baxaq. Dördüncü sualda deyir ki, hansı cisimdə konveksiya mümkün deyildir? Öyrənmişik. Konveksiyanın tərifini də bilirdik ki, maye və qazlarda gedir konveksiya. Amma bərk cisimlərdə mümkün deyil. Ona görə C variantıdır. Beşinci sual. Şəkildə qış aylarında havanın orta temperaturu -5 Selsi, yay aylarında isə 28 Selsi olur. Bu temperaturları Kelvinlə ifadə edin. Kelvinlə ifadə etdiyimiz zaman yadımıza gəlirsə öyrənmişdik ki, T Kelvin bərabər idi. T Selsi üzərinə gəlsin 273. Ona görə -5 üçün nəzərə alsaq, T Kelvin bərabər olacaq. -5 üzərinə gəlsin 273. Bu da edəcək 268 Kelvin. Digərini də hesablayaq. Bu da edir də 28. 28-in də üstünə gələcəm 273. Edəcək 301 Kelvin. Deməli, biri 268, digəri 301 Kelvin. O da C variantında doğru cavab göstərilib. Altıncı sual. Maddə molekullarının hərəkət sürətinin artması nəyə səbəb ola bilir? Hərəkət sürəti artırsa, deməli temperaturu yüksəlib. Temperatur da yüksəlibsə, cismin orta kinetik enerjisi artıb. Yəni temperatur yüksələcək və orta kinetik enerjisinin artmasına səbəb olacaq. 2 və 3 doğru cavab D variantı. Növbəti suallara da baxaq. Növbəti sual. Selsi, Fahrenheit və Kelvin temperatur şkalalarında uyğun olaraq suyun donma və qaynama temperaturları arasında fərq nə qədərdir? Bax, Selsi ilə göstərsək, suyun donma və qaynama temperaturu necə idi? T Selsi bərabər idi. Su 0 dərəcədə donurdu, 100 dərəcədə qaynayırdı. Delta T-ni hesablasaq, delta T bərabərdir. Buna Selsi də yaza bilərik də. Delta T-miz bərabərdir. 100-dən 0 çıxsa 100. Sonra Fahrenheit ilə ifadə etmiş olsaq, bir dəfəli yazıram. Fahrenheit ilə su 32 Fahrenheit-də donurdu. Amma 212 Fahrenheit-də qaynayırdı. Bu var idi sizin mövzu izahlarınızda. İndi delta T-ni bizdən soruşursa, 212-dən 32 çıxmalıyım. Edəcək 180 Fahrenheit. Bu Selsi idi. İndi növbəti bir də qaldı Kelvin tapmaq. Kelvin də bu tərəfdən yazaq. Su bilirik ki, 273 Kelvində donur, amma 373 Kelvində qaynayır. İndi delta T'miz də tapsa, 373-dən 273 çıxmalıyam. O da edir 100 Kelvin. Deməli, Selsi ilə ifadə etsək 100 Selsi. Fahrenheit ilə ifadə etsək 180 Fahrenheit və Kelvin ilə ifadə etsək 100 Kelvin. Bu
Bu da D variantındadır. Sonra növbəti 8-ci sual. Cismin 4 kilogram, yəni kütləsi 4 kilogram olan cisim 20 metr yüksəklikdən düşərək yerə dəyir və dayanır. Bu zaman onun tam mexaniki enerjisini daxili enerjiyə çevrilərsə, ayrılan enerjini hesablayın. Gəl burada aşağıdan hesablayaq. Ə, delta U bərabər olacaq potansiyel enerjiyə, mgh-a. O da bərabər olacaq 4 vurulsun, 20 vurulsun, J'imiz də 10-a. 800 joule. Doğru cavab E variantı. 9-cu sual. Kütləsi 1 kilogram olan su hansı halda böyük daxili enerjiyə malikdir? Bu maraqlı sualdır. Deyir ki, kütləsi 1 kilogram olan su hansı halda böyük daxili enerjiyə malikdir? Bərk halında, yəni buz halda, maye halda, yoxsa qaz halında, yəni buxar halında? Hər birinin kütləsi də 1 kiloqramdır. Ən böyük enerjini alırıq qaz halında. Çünki qaz halında zərrəciklər arasında məsafə böyük olduğu üçün həm kinetik, həm də potansiyel enerji daha böyük olur. Yəni qaz halında. Götürürük A variantını. Və 10-cu sonuncu sualımıza da baxaq. Termometr Celsius şkalası ilə göstəricisi Kelvin şkalası ilə göstəricisindən rəqəm qiyməti 4 dəfə kiçikdir. Özü də göstərib burada. 4T Celsius bərabərdir T Kelvinlə ifadə edib. Sonra bizdən soruşur ki, Celsius ilə temperaturu tapın. Tapaq. Bilirik ki, uşaqlar, T Kelvin bərabərdir T Celsius üzərinə gəlsin 273-ə. Bax, indi burada T Kelvin 4T Celsius deyil. Bax, bunu gətirirəm, bax, burada nəzərə alıram. Nəzərə alsam, yerinə qoyacam nə? 4T Celsius bərabərdir T Celsius. Ardın artıq olduğu kimi yazıram. Üzərinə gəlsin 273. Vəssalam. 4T Celsius'dən T Celsius'ini çıxsam edəcək 3T Celsius bərabərdir 273-ə. Yeganə qalır ki, buradan T Celsius'ini tapaq. Bu da edəcək 91. Doğru cavab 91 olacaq. O da D variantındadır.